Salam dəyərli izləyicilər. 13 aprel 2025-ci il 9-cu sinif buraxılış imtahanının suallarını izah edəcəm. Bu gördüyünüz sınaq Telegram kanalımda paylaşılıb, oradan istifadə edə bilərsiniz. 57. Deməli, düzbucağının uzunluğunu 40%, eni 20% azaltdıqda sahəsi neçə faiz azalar? Demişdik ki, bu tip suallarda mesela enində 10 götür, uzunluğunda 10 götür. Düzbucaqlı olmasa da kvadratda, amma düzbucaqlı kimi yanaşmaq olar. Bunun sahəsi olur nə? 100. S bərabərdir 100-ə. Həmçinin enini 40% azaldırsan olur 6. Bunu da 20% azaldırsan olur 8. Bunun sahəsi olur 48. 100-dən düşdü 48-ə. Neçə faiz azaldı? 52%, yəni A bəndi. Sonra 58-ci sual. Kubun tilini 2 dəfə azaltdıqda həcm neçə dəfə azalar? Uşaqlar, həcm kubu iləndir. Kvadrat sahə ilə də həcm kubu iləndir. 2 dəfə azaldırsansa 8 dəfə azalacaq. Kuba yüksəldirik. Deməli, AOB açıqbucaqdır. DOC. Bura 25 dərəcədir. AOD-ni tapmış. Uşaqlar, baxın, bura 90-dır. Deməli, bura bütöv 90 olmalıdır. Cəmi 180 olsun deyə. 90-dan da 25 çıxanda qalır 65. İndi bizə də deyir ki, AOD-ni tapın. AOD deyil, oldu 65. C bəndi. 60-cı sual. Kəsri ixtisar eləyin deyir. Deməli, uşaqlar, uyğun qruplaşdırma m kvadratla mn-i götürərəm. Olacaq m kvadrat çıx mn. Çıxılsın 5. Üstə gəl 5m ilə. Çıx 5n. Bunların yerini dəyişdim. Aşağıdan da kvadratda fərq kimi açaram. 5 çıx m. 5 üstə gəl m kimi paylaş. Yazarım. Bərabərdir. Yuxarıdan m-i çıxardaram. Olacaq m çıxılsın n. Üstə gəl 5-i çıxardaram. M çıxılsın n. Aşağında olduğu kimi yazaq. 5 çıx m. 5 üstə gəl m. Bərabərdir. Yuxarıdan uşaqlar hər ikisində m çıxılsın n ortaq vurğu olduğuna görə çıxararam. Olacaq m plus 5 bölünsün. M plus 5. M minus 5 minus m. 5 minus m. Uşaqlar, bunlar gedər. Qalar m çıx n bölünsün 5 minus n, yəni B variantı düzgün qeyd olunub. Baxın uşaqlar, bu sınavlardan çox paylaşmışdıq biz. Bizim sınavları kanalı izləyənlər yəqin ki, artıq bu sualları düzgün yazıb. Hər tərəfi 3-ə bölsəm 60. 60-cı sual idi, 61-də. Hər tərəfi 3-ə bölsəm x çıxılsın 2 bərabər olacaq 2-yə, x bərabərdir 4-ə, yəni C bəndi. Növbəti sual. Tənliklər sistemindən x-i tapın. Tərəf-tərəfə toplayanda uşaqlar 2x-la x eləyəcək 3x, y-lər bir-birini aparar, bərabərdir 6-ya, x bərabərdir 2-yə, çox sadə sual B bəndə. 63. Hansı nöqtə funksiyasının qrafiki üzərindədir? Çox sadə.